Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən dekabr ayına tarot açılım edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Çalışın intuitiv seçin. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Keçid edib əlaqə saxlaya bilərsiniz. 1, 2, 3. Deməli, seçiminizi edirsiniz. İstəyirsinizsə videonu dayandırırsınız. Seçiminizi etdikdən sonra davam edirsiniz baxmağa. Təkrarən xatırladıram, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq Instagram üzərindən, yəni yalnız Instagram üzərindən mən baxıram. Keçid edib əlaqə saxlaya bilərsiniz. Adı və linki göstərilib videomun altında. Çünki çox insan sual verir bunu. Ona görə xatırladıram. Deməli, bu ümumi baxımdır. Sizin seçiminiz çox vacibdir. Çalışın intuitiv seçin və böyük kütləyə yönəldiyi üçün, yəni bu sizə uymaya da bilər. Ona görə diqqətli olursunuz. Çünki şəxsi açılımda yalnızca sizin üçün olunur. Ümumi baxımda isə çox insana yönələn baxım olur. Ona görə də diqqətli olursunuz. Deməli, gəlin başlayaq. Deməli, burada sizi dekabr ayında deməli çoxlu hansısa distant ya da sizdən uzaq bir yerlərdə olan məsələlər gözləyə bilər. Yəni distant dediyim, nəzərdə tutduğum, misal üçün başqa şəhər, başqa ölkə. Həmçində bu misal üçün internet üzərindən olan məsələlər aktual ola bilər. Yəni internet üzərindən görülən işlər ola bilər. İnternet üzərindən qurulan ilişkilər ola bilər. Yəni çoxlu başqa ölkə, başqa mədəniyyət və başqa yerlərlə əlaqədar və həmçində bu distant, yəni sizin şəhəriniz, ölkəniz deyil də bu başqa yerlər, başqa ölkələr və başqa mədəniyyətlərə əlaqədar ola bilər. Həmçində bu, dediyim kimi, internet üzərindən distant olunan məsələlər, işlər, ilişkilər ola bilər. Burada dekabr ayında sizin həm dediyim kimi çoxlu deməli planlarınız, çoxlu hansısa vacib xəyallarınızın olduğu bir məsələlər aktual ola bilər. Yəni xəyallarınıza yönəlik məsələlər aktual ola bilər və həmçinin də burada real harasa getmə məsələsi də aktual ola bilər. Yəni real bir yol, hansı ki çox belə qlobal bir yoldur. Yəni bu sadəcə gedib də misal üçün hansısa şəhərinizdə olan yerə dəyib gəlmək deyil də, bu dediyim kimi başqa ölkə, başqa şəhərə olunan yol ola bilər. Həmçinin bu real bir yoldur və bununla bağlı tərəddüdlər görürəm mən və tərəddüdlər gedim, getməyim, edim, etməyim və həmçinin də kimdən ki gözləyirsiniz bu qərarı, yəni o insanın gəlişi də ola bilər. Misal üçün başqa ölkədə, başqa şəhərdə qurduğunuz ilişki və o insanın gəlib sizin, yəni şəhərinizə, ölkənizə gəlməyi də məsələ kimi aktual ola bilər və bu insanın ya da sizin gəlib getməyinizlə bağlı, yəni bu qlobal bir yoldur. Qlobal bir yolla bağlı tərəddüd və nəyinsə alınmamağı, yəni bu həm sizdən irəli gələn bir şey ola bilər, yəni sizin tərəddüdünüzün mişaçılıq etdiyini, yəni burada bu yolun olunması üçün nəsə dava yoluyla və həmçində nəyisə itirərək etməlisiniz. Bu həm qürur ola bilər, həm real bir itki ola bilər. Misal üçün hansısa söz-söhbət olmalıdır. Yəni o söz-söhbəti aparmalısınız ki, bu yol alınsın. Yəni burada yolla bağlı, həmin o real qlobal yolla bağlı tərəddüdlər və problemlər var. Həmçində dediyim kimi xəyallar, xəyalların qurulması, planların, yəni irəliyə yönəlik bir plan ola bilər bu. Yəni misal üçün indi deyil də sonrasında harasa getmək istəyirsiniz, misal üçün oxumağa olsun, işləməyə olsun və bununla bağlı bu həmin qlobal yolu necə edərəm, necə gedərəm, həmçinin də sizin istədiyiniz insanla bağlı da bu əlaqədar ola bilər. Çünki bu ümumi baxımdır və geniş kütləyə yönəlikdir. Ona görə
belə yorumlayıram. Yəni bu sizin özünüzdən də irəli gələ bilər və qarşı tərəfdən olan bir şey ola bilər, hansı ki gəlməlidir, amma onun gəlişi ilə bağlı problem olur və dediyim kimi sizin də irəliyə yönəlik planlar burada aktualdır. Yəni irəliyə yönəlik, yəni təkcə bir ayın içində deyil də bu bütün bir ili əhatə edə bilər hətta. Yəni bu uzaq planlar, uzaq yol və dediyim kimi başqa şəhər, başqa ölkə, başqa mədəniyyətlə bağlı olan bir məsələlərdir bunlar və burada vacib odur ki, tərəddüdlərdən və qalmaqallardan uzaq durasınız və bu qalmaqalı aparırsınızsa belə çalışın toksik olmayın, çalışın incitməyin qarşı tərəfi, çünki bu sizə problemlər yarada bilər və həmçində burada qıcıqlanma hissi yarana bilər ki, istədiyim kimi getmir bu planlar, istədiyim kimi alınmır və bunlar dediyim kimi irəliyə yönəlik bir planlarla əlaqədardır və gedişlə ya da gəlişlə, amma bu gəliş ya da gediş çox belə qlobal bir şeydir, yəni cüzi bir şey deyil. Deməli, burada sizin dekabr ayında sizin hansısa pul gözləyirsiniz ya da maddi dəstək gözləyirsiniz. Bu ümumiyyətlə bir dəstəyin, yəni kimsə sizə tapşırsın, köməklik göstərsin, dəstək göstərsin. Bu həm maddi yolla ola bilər ya da sizin üçün söz deməsi, sizin arxanızda durmağı ola bilər. Yəni bunlar aktual olacaq, belə məsələlər aktual olacaq və həmçinin burada deməli gizli qalmış məsələlərlə, yəni sizə aydın olmayan məsələlərlə bağlı işlər aktual ola bilər. Misal üçün siz hansısa cavabı gözləyə bilərsiniz, sizin üçün aydın deyil, sizin üçün görülmür bu. Bu aktual ola bilər və həmçinin də magiya, təmizlik, belə işlər aktual ola bilər. Yəni bəzi insanlarda kim ki belə şeylərlə maraqlanır, onlarda belə bir şey ola bilər ki, kiməsə müraciət etsin proqnoz üçün ya da baxım üçün və həmçinin də təmizlik işləri aparsın ya da əksinə cadu. Amma burada tövsiyəm budur ki, qara magiya ilə məşğul olmayın ya da müraciət etməyin belə şeylərə. Çünki bu karmik baxımından çox böyük bir ləkədir, çirkdir, hansı ki sizin ailənizdə və nəvə nəticə, yəni bütün qan bağı olan insanlara bu həkk olunur və problemdir. Yəni bir dəfə müraciət etmişdir bir xanım. Mən ona bunu demişdim, amma xanım heç də yəni nəzərə almırdı bunu. Yəni onun heç vecinə deyildi. Tək ki o istədiyi şəxs qayıtsın həyatına, bu problemdir. Əgər bir insan sizin həyatınızdan gedirsə, deməli belə də olmalıdır. Çalışmayın o insanı qaytarmağa. Çünki bəlkə ondan yaxşısı sizi gözləyir qabaqda, amma siz yapışmısınız o insandan ki, təkcə o insanı istəyirəm. Yəni bu çox böyük bir problemdir. Qara magiya ümumiyyətcə bir problemdir başlı başına. Ona görə diqqətli olursunuz. Belə riski götürərkən çox diqqətli olun. Sonrasında sual verməyin ki, niyə bəxtim gətirmir ya da problemlər yaşayıram. Çünki bu ümumiyyətcə qara magiya çox belə qlobal bir şeydir. İstəsəniz video çəkərəm. Necə düzgün edilir, yəni bunların problemləri nədir, plusları, minusları, yəni hansı cəhətləri plusdur, hansı minusdur. Yəni bunların hamısını istəsəz video çəkərəm. Çünki bu çox dərin bir məsələdir. Yalnızca kartda çıxdığı üçün bunu demək istədim. Dediyim kimi, burada aydın olmayan məsələlər ola bilər, həmçinin gizli qalan məsələlər ola bilər. Deməli, xüsusən od ünsüründən olan insanın məsələsi aktual ola bilər sizin üçün. Od ünsürünün, yəni qoç, oxatan, şir ola bilər. Belə bir insanlara diqqət yetirirsiniz. Belə insanlarla bağlı məsələlər, yəni belə bir insandan ya addım gözləyə bilərsiniz, ya da o insanın məsələsi ilə bağlı bir məsələnin həll olunmasını gözləyə bilərsiniz ki, misal üçün o insan sizə yazsın, ya da bir addım atsın, ya da o insan hansısa məsələdir, sizin ümumi məsələnizdir. O məsələ ilə
bağlı nəyisə gözləyə bilərsiniz, nəyinsə yekunlaşmasını gözləyə bilərsiniz. Amma çox böyük ehtimaldır ki, bunlar olmasın. Yəni sizin təsəvvür elədiyiniz kimi olmasın. Misal üçün siz bir şey təsəvvür edirsiniz, amma reallıqda başqa şey baş verir. Çünki siz çox şey bilmirsiniz və bu gizliliklə bağlı, bu bilinmədik məqamlarla bağlı nəticə sizin təsəvvür elədiyiniz kimi də olmur. Yəni ona görə bu bəzi insanlar üçün biraz negativ sayıla bilər. Çünki siz bir şey gözləyirsiniz, amma nəticəsində biraz başqa şey olur. Yəni ona görə diqqət yetirirsiniz. Deməli, burada hava ünsüründən olan insanlarla bağlı məsələlər aktual ola bilər. Hava ünsüründən bir də ki, yeganə bir bürc ola bilər ki, ünsür deyil də bürc, bu şir bürcüdür. Şir bürcü ilə bağlı məsələlər aktual ola bilər. Deməli, sayıram bütün bürcləri, hansı ki burada aktualdır. Deməli, şir bürcü, xərçəng bürcü, əkizlər bürcü, dolça və tərəzi. Yəni, bu 5 bürc çox aktual olacaq. Yəni, kim ki bu açılıma baxır. Deməli, bunlarla bağlı məsələlər aktual ola bilər. Çünki bu ümumi baxımdır. Diqqət yetirirsiniz. Deməli, xüsusən də hava ünsüründən olan insanlara diqqət yetirirsiniz. Bunları da sadaladım. Deməli, onlarla bağlı məsələlər aktual ola bilər. Həmçinin də vacib ola bilər. Bütün, deyək ki, sizin deməli həyatınızın vacib belə qabaq planda olan bir məsələ ola bilər sizin üçün. Bu həmçinin də siz özünüz ola bilərsiniz, əgər sizin bürcünüz uyursa bura. Deməli, həmçinin də bu bəzi insanlarda ümumi baxımdır deyənə, başqa bir xanımın müdaxiləsi ola bilər həyatınıza. Emosiyalardan biraz uzaq bir insandır bu, xüsusən də sizə zərər vermək istəyir, ona görə diqqət yetirirsiniz. Deməli, burada yalanlar ola bilər, sizin bilmədiyiniz məqamlar ola bilər. Yəni, burada ani sevinç yaşaya bilərsiniz, amma o ani sevinciniz, necə deyərlər, içinizdə qala bilər. Çünki sizi məyusluğa gətirib çıxardan bir məsələ ola bilər. Yəni, misal üçün sizə nəsə vəd verilir, siz sevinirsiniz, amma bu vədin sonradan bir yalan olduğu ya da ki, hansısa vədlərin verildiyi puç olduğunu görürsünüz. Yəni, misal üçün sizə bir insan sonuna qədər səninlə olacam, sonuna qədər sənin arxanda, yanında olacam, amma sonra bu insan sizə xəyanət edir. Yəni, belə bir şey aktual ola bilər, həm şəxsi həyatda, həm də ki, real bir ilişkilərdə, insanlarla olan, yəni şəxsi həyat şərt deyil, yəni real bir ilişkilərdə olan bir xəyanət ya da gözləmədiyiniz bir şəkildə yalanların, deyək ki, hətta söz verir ki, misal üçün, hansısa məsələ ilə sənə köməklik edəcəm, bu insan sizə o köməkliyi etmir. Onu sonradan görürsünüz. Çünki bunu əvvəlcədən sevinirsiniz, amma real bir şey olmadan sevinirsiniz. Yəni, real bir addım olmadan sevinirsiniz və sonrasında bu addımların reallıqda necə olduğunu görərək məyusluq yaşayırsınız. Burada çox böyük yalanlar, çox böyük gizlin məqamlar var və həmçinin də gizlin xəstəliklərə diqqət yetirirsiniz. Bəzi insanlarda burada, misal üçün, bir həkimə gedirsən, o həkim sənə deyir ki, hər şey yaxşıdır, sevinirsən, amma sonrasında bu yalan olduğu ortaya çıxır. Yəni, belə şeylərə də diqqət yetirirsiniz. Çünki, misal üçün, vəd eləyir ki, hər şeyin yaxşı deyə sənin, amma sonrasında gedirsən, yoxlatdırırsan ya da ki, sonradan görürsən simptomlardan ki, problem burada onun dediyi kimi deyil. Yəni, burada gizli məqamların olduğu və sizin əvvəlcədən sevindirib də sizi sonrasında yalan olduğu bilinən məqamlar olacaq. Yəni, burada bu sizin üçün xəstəlik dərəcəsində gətirən bir problemə dönüşəcək. Ona görə diqqətli olursunuz. Hər hansı bir yalanlarda, yalan söhbətlərdə çox diqqətli yanaşın. Həmçinin də belə insanlardan hansı ki, sizə vəd verir.